Hörmətli Azərbaycan xalqı, hörmətli şəhid ailələri, hörmətli qazilərimiz, hörmətli veteranlarımız, hərbiçilərimiz. Bugün hər bir kəsə məlumdur ki, 30 ildir ki, işğal altında olan torpaqlarımızın azadlığına nail olduq. Kimlərin sayəsində? Şəhidlərimizin, qazilərimizin, veteranlarımızın, hərbiçilərimizin və ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyev başda olmaqla bütün onunla əl-ələ verib dəstək olan rəhbərlərimizin sayəsində və xalqın birliyi sayəsində bu şərəfə nail olduq. 8 noyabr artıq bu il 8 noyabr Zəfər günü kimi 5-ci ildir ki, biz bunu qeyd edirik. Bu gün də ölkədə, paytaxt Bakıda və regionlarda, kəndlərdə, hər bir yerdə, idarə və müəssisələrdə bu gün möhtəşəm bir gün kimi qeyd olunur və yüksək səviyyədə tədbirlər keçirilir. Və bir neçə gün bundan öncə aldığımız məlumata görə məktəblərdə, bütün rayon və kənd məktəblərində də 8 noyabr Zəfər günü ilə bağlı tədbirlər keçirilmiş. Bir daha qeyd edirəm ki, idarə və müəssisələrdə də bütün nazirliklər, həmçinin bugün Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, bütün nazirliklər, bütün idarələr və müəssisələr bu möhtəşəm günü möhtəşəm şəkildə qeyd ediblər. Mən də bir media nümayəndəsi olaraq, bir vətəndaş olaraq, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bu möhtəşəm günü mən də qeyd edirəm. Yüksək səviyyədə qeyd edənləri təbrik edirəm. Buradan bütün şəhid ailələrinin qarşısında, valideynlərinin qarşısında, şəhidlərimizin ruhu qarşısında baş əyir, veteranlarımıza can sağlığı, qazilərimizə isə Allahdan şəfa diləyirik. Bayramınız mübarək olsun.